Salam əziz izləyicilər. Bu günlərin Biləcərdə 6-cı döngədən 6-cı döngədə marketdən 100 metr aralıda həyət Biləcərdə tam təmirli həyət evlərimiz satışa çıxmışdı. Bu günlərim sizi evdən tanış edəcəm inşallah. Evimizdə həyəti 3 maşınlıq həyəti. Evin fasad üzü yığılacaq. Yəni indi hal-hazırda evimizdə təmir getdiyi üçün, yəni bu vəziyyətdə çəkirik. Evimiz tam təmir olacaq. Evimizdə inşallah göstərək sizə. Girdiniz, koridor. İndi hal-hazırda təmir getdiyi üçün, yəni bu vəziyyətdədir, amma yəni tam təmir olunacaq. Koridor girişdən girdiniz, buradan girirsiniz. Zal olur. Şəbəkə pəncərə ilə yığılmış zalımız var. Yəni evin bütün emulsiyası aboy vurulacaq, qapılar qoyulacaq. Sonra girdin evdən koridordan solda sanuzel tam təmirli, avadanlıq yığılacaq, qapılar qoyulacaq. Girdin buradan bir otaq yenə təmir olunacaq, aboy falan hamısı yığılacaq, pol şilfovka olunacaq, laklanacaq, radiatorlar qoyulacaq. Burada bir otağımız, üzr istəyirəm, ora desk otağımız, bura yataq otağımız və evin pəncərəsi çölə, yəni havalanma yan tərəfləri hamısına var, çıxış var. Sonra keçdiniz, burada bir otağımız da buradadır, yataq otağı, yenə eyni qaydada pəncərənin çölə çıxışı, havalanma gəlişi var. Burada xanımların ən sevimli güşəsi, mətbəximiz var. Şəbəkə pəncərə ilə yığılmış mətbəx hal-hazırda kafeli yerində qurulmuşdur. Yenə pol şilfovka alınacaq, laklanacaq. Ustamız da işləyir, yorum yazı ustamız. İnşallah buradan çıxdınız, mən sizə bir yer tanış edeyim qardaşlar. Xanımlar, evin yan tərəfinə keçid. Tam rahat şəkildə, bir dənə qardaşımız göstərsin. Tam şəkildə keçid var. Rahatdır, yəni təmiz. Padval 7 daş üstündə tikilmiş. Həyət, bax geniş həyətdir. Gələcək üçün inşallah alan adam, məsəl üçün buradan tam etlərdən çıxardıb 2 dənə, 2 ya, 3 ya, bura gül əkmək falan belə bir şeylər də fikirləşmək olar. Evimizin qiyməti haqqında inşallah əlaqə saxlayarsınız, sizə məlumat veriləcək. İnşallah ki, alana da xeyir versin, satana da. Yəni bu evlərdən bizdə hal-hazırda 4 dənədir. 4 dənə eyni proyekt varımızdır. İndi bu hal-hazırda təmir getdiyi üçün sizə tam təmirini göstərə bilmirəm. Amma hal-hazırda onu bildirim ki, tam təmirli olacaq. Ev tam remonta getmiş şəkildə satılacaq inşallah.